Bəli, günün 3-cü matçı, turun da 3-cü matçı baş tutdu. Hal-hazırda Muskulos komandası Qarageyimdə mübarizə aparır. Rəqibisi Azəryon komandasıdır. Hər iki komandaya uğurlar arzu edirik. Zədəsiz, davasız bir maç izləyək. Bu arada komandanın lideri, kapitanı Nahid bugün meydanda deyil. Ötürmə Elmin istiqamətinə hər iki komanda son bu arada hücumlamasını izləyək. Fərid Nehmətov ötürməsi Elmir dəqiq olmadı. İsmihan ötürmə ən sərrasız Yürməs Milxan da hal-hazırda 9 nömrə oyuncu düzsə fiziki göstəriciləri də çox güclüdür. Komandanın məhz bu arada boş zərbəsi Ülvizin qapısı istiqamətinə Fəxri bir-birlərinə mane olmaqla məşğuldur hələ ki. İsmihan geriyə Elmir özü irəliləyir. Zərbə də qapı istiqamətinə dəqiq olmadı. Bəli, komandanın kapitanları hal-hazırda meydanda deyil və komandanın vitse-kapitanları meydandadırlar. Bəxtiyar ötürməsi sol cinaha Fərid Nehmətov Gülmalıyevlə oynadı Fəxri. Ötürməsi sağ cinaha İsmihan. Ötürməsi geriyə Elmir istiqamətinə. Komandanın son qalası Məsudovun ötürmədə səhv. Bəxtiyarın ötürməsi. Mübarizə davam edir. Xatırladım günün açılış maçında Eray Aslan komandası Topçular komandası 2-3 hesabı ilə məğlub oldu. Bu arada Emin Quliyevin zərbəsini izlədik. İsmihan özünü sipər etdi topa. Xatırladıram Muskulos komandasının sonuncu qələbəsi də məhz 6-cı tura təsadüf etdi. Rəqib elə Eray Aslan komandasıydı. Turnirin açılış oyununun müəllifi elə Eray Aslan komandasını 5-1 hesabı ilə məğlub edə bilir Muskulos komandası və hal-hazırda Azəryon komandasına qarşı meydana daxil olub. Azəryon komandası isə Bibeybət komandasına ağır hesabla məğlub oldu. Səhv etmirəmsə hesab 9-2 hesabı ilə Bibeybət komandasının xeyrinə bitdi. Komandanın əlcək sahibi Ülfü hələ ki biraz oyuna gecikir və Şamxal da görür. Yavaş-yavaş isinmə hərəkətlərini edir meydandan kənarda. Tələsmir Muskulos komandasının üzvləri. Mirxan onu aqil izləyir. 2 oyuncu sıxışdırdı onu, amma top yenidən Muskulos komandasına qalır. İsmihan geriyə qapısı ilə oynadı. Elvizin göstəriciləri komanda daxilində, turnir daxilində qapısında 20-dən çox qol görsə də, amma Elviz təcrübə sahibi bir qapıcıdır. Böyük futboldan belə desək, ekstradisiya olunub mini futbola, amma artıq mini futbola daha tez adaptasiya oldu. Lökbatan qəsəbəsinin vaxtı ikən ən yaxşı əlcə sahibi məsələ Elviz idi. Bu arada Bəxtiyar. Texnika göstəriciləri çox güclüdür Bəxtiyarın, amma onu 10 bal edən cəhət isə onun həm yaşı, həm də ki bu arada Gülmalıyevin zərbəsini bilməm, özü də bilmədən dəf etdi Muskulos komandasının üzvü. Bu arada Gülmaliyev ikinci hərəkət. Eldən olmadı. İsmihan uzun oynadı. Emin Quliyev. Fəxri topu qəbul edə bilir. Fəxri ötürməsi dəqiq olmadı Fəxrinin. İsmihan özü irəliləyir. İsmihan zərbə dəqiq olmadı.
Dördüncü turda çox gözəl baş zərbəsi ilə də yadda qalmışdı. İsmixan komandası adına möhtəşəm qola imza atmışdı. Qatılardan Ponsiqa Xəzri Arenaya birbaşa köçdükdən sonra məhz bu arenada çox maraqlı qollar izləmişik. Bütün qollar isə ən maraqlı, turun ən maraqlı qolları isə Ponsiqa Instagram səhifəmizdə yüksək keyfiyyətlə yüklənib. Mirxan ötürmə, İsmixan istiqamətdən, İsmixanın ötürməsi, Mirxan qapı dirəyi. İlk təhlükəli an Muskul komandasının heyətində məhz Mirxana məxsusdur. Hal-hazırdakı zərbəsi qapıya daxil olmadı. Toxunuş var idi ayağa. Elmir ötürmə. Zərbə indirildi. İsmixan tələsdi biraz. Qapını dəqiq nişan ala bilmədi Muskulos komandasının üzvləri. Bəxtiyar ötürməsi sağcın. Aha, yenidən olmadı Mirxan. İsmixanla. Mirxan! Hümbətov Persona reydi işə yarayır. Hesab 1-0. Bəxtiyar bir hamlədə keçə bilir, amma sonra şükür səhv etmirəmsə onun üçün ismi. Bugün onun da səhv etmirəmsə ad günüdür. Səhv etmirəmsə. Yox, o deyil, üzrlü səhvim məni. Amma bir gün ad günü olacaq, onda da təbrik edirəm. Elmir səhvsiz oynadı, ötürmə Mirxan istiqamətlə Mirxan. Ötürməsi sağcına, bu dəfə Elviz İsmixanın zərbəsini dəf edə bilir. Komanda yoldaşlarına da etiraz edir səbəbli şəkildə. Emin Quliyev liqanın ən sürətli oyuncusu məhz Emin Quliyevdir. Bu artıq təsdiq olunub. 20 ballıq oyuncu, həm də elit diviziyonda da mübarizə apardı bir vaxtlar. Fenomen komandasının üzvüydü. Bəli, indi də Emin Gold Army komandasında mərhum Fenomen, yeni adıyla isə Gold Army komandasının üzvüdür. Xatırladan Gold Army komandası Bazar ertəsi 21:00-dan etibarən Cənub komandasına qarşı son çempiona qarşı mübarizə aparacaq. Oyun əlbəttə Xəzri Arenada baş tutacaq. Oyunun keyfiyyətli çəkilişi isə əlbəttə Ponsiqa YouTube kanalımıza bir neçə saat sonra yüklənəcək. Bəxtiyar geri oynamaq məcburiyyətinə qalır. Vasif uzun ötürmə, İsmixan başla yaxşı oynamağa bacarır. Sayısı var. Çok diyor. Mirxan ötürməsi solcuna, Emin Quliyev vaxtında topa müdaxilə edir. Mirxan daban ötürməsi keçmədi. Fərid Nehmətov topu almağa çalışır. İsmixan daha dəqiq oynadı və cərimə bəli qeydə alındı. Formasından çəkirdi onu. İsmixanlı Fərid Nehmətov. Cərimə zərbəsi məhz Musul komandasının aktivinə yazılır. Cərimə zərbəsinin dəqiq edir demək olar ki, oyunun yeganə qolunun müəllifi Mirxan Hümbətov yerinə yetirəcək. Sol zərbələri biraz Adriano stilinə malikdir. Zərbə indirəcəkmi? Yox, zərbə indirmədi, amma onun yeri İsmixan. Dəqiq olmasa da güclü zərbə indirdi. Təhlükəli idi. Sumkanın dibində. Sumka da aslında bu arada. Fəxri! Oy! Nədən istifadə edə bilmədi?
Bəxtiyar. Bəxtiyarın zərbəsi. Əks hücum 3 nəfərdən ibarət. Zərbə bu dəfə Mirxan qapıya dəqiq. Zərbə endirə bilər. 200-dən zərbə. Tez başladılar. Vasif biraz tələsdi. Və profesional, relax, çox sakit, təmkinli. Hesab isə 2-0 Hümbətov. Özünün ikinci komandasının ikinci qalına Müzafər Mirxan. Emin Gülmalıyev, Emin keçim. Toqquşma var idi orada, üzr istəyir komanda yoldaşını. Bayram topu qəbul edəmə. Bayram Nehmətovun əvəzinə meydana daxil o 20 ballıq oyuncu. Oy, Bayram topu ələ keçirir. Bayram Bəxtiyarın zərbəsi isə dəqiq olmadı. Bu şansdan istifadə etməyə məcbur idi Azərbaycan komandasının üzü. Taban ötürməsi Mirxan istiqamətə. Mirxanın zərbəsi. Elvis parmaqlarının ucu ilə topa toxundu. Elmir topu qəbul edir. Elmirin zərbəsi də olmasa da komanda üzvləri güclü zərbələrə malikdir, amma dəqiqliyi biraz çatışmır. Söhbət Muskuls komandasından gedir. Mərkəzlə oynamağa çalışdı. Gülmalıyev isə topa toxunuş edə bilmədi. Xatladım günün son maçı Aydın FK və 20-ci sayı qəsəbəsini təmsil edən Baku Juniors arasında başlayacaq. Şükür. Emin ikinci həmlə ötürmə Mirxan istiqamətlə. Mirxan! İşlək ayaqla zərbə endirmədi qapıya. Daha doğrusu yönəltmədi. Sağ ayaqla yönəltdi, sol xay oyuncu. Emin Fəxri ilə oynuyor. Ötürmə solcuna. Oy. Şükür meydanı tərk edir. Şamxal deyəsə meydana daxil olur. Əvəz etmə öpüşüb görüşməklə başa çatdı. Şamxal Şükrün əvəzinə meydana daxil oldu. Çoxdan görüşməklə o səbəbdən isə komanda yoldaşını öpür. Bu arada Fəxri Gülmalıyevin zərbəsi isə dəqiq olmadı. Emin Quliyev isə Azərbaycan milli komandasının bu arada hücum həmləsi Mirxan zərbəsini Vasif zərərsizləşdirdi. Bəli, Emin Quliyev Azərbaycanın korifey futbolçusu, adaşı və soyadları eyni olan əmisi oğlu. Bu arada İsmixan zərbə edirdi, amma top elə Şamxal Doğanova dəyərək meydanı tərk etdi. Bəli, Emin Quliyev, belə desə Azərbaycan korifey futbolçusu Emin Quliyevin elə əmisi oğludur. Futbol genetikası məhz oradan Emin Quliyevə birbaşa ötürülüb. Emin Quliyev isə ötürməni birbaşa Bəxtiyar istiqamətini etdi. Bəxtiyar zərbəsi isə qeyri-dəqiq oldu. Uzun ötürmə Mirxan Bayram. Oy, ayağa zərbə var idi, bəli. Emin Salah. Kim deyib o adı? Mən. Toy box'dan. Bayram Allahverdiyev. O da Goldaymi komandasının üzvüdür. Bu arada ötürmə Vasifin zərbəsi isə dəqiq olmadı. Ülvü.
Dəqiq. 100%. Yavaş sol zəhrim var. Siz Gələn sezon yazdım. Bildim. Gələn sezon olsa Tofiq olsa da, yəni gələn Tofiqi bilmirsən, bir dəqiqə bir sezon olur, bir sezon olmur. Bu arada hücum həmləsi İsmixan qapı! Hesabı 3-0 edə bilərdi. Bayram tez irəliləyir. Mərkəz xəttində keçir, ötürmə də edə bilər. Zərbəsi dəqiq olmasa da ən azından komandası gücdən zərbə qazandı. Hesab isə 0-2-dir. Azəryon prizması tərəfdən baxsaq, izləsək. Azəryon komandasının xeyrinə deyil. Əlbəttə, Muskul komandası hal-hazırda 2-0 hesabı ilə ilk hissədə irəlidədir. Bəxtiyar, ötürmə, Fəxri istiqamətlə Fəxri. Fəxri Bəxtiyarla qısa paslaşmalar edirlər, amma müvəffəqiyyətlə başa çatmadı Mirxan. Bu artıq cərimə deyil, əlbəttə. Top Başı stadion olsaydı fol. hə, Bayşoy stadion olsaydı, bəli, böyük meydança olsaydı. Emin Şəriyev demişkən. Saçınaqla Bayram. Bayramın zərbəsi ülvü. Mən o şəkli yavaş-yavaş arz edeyim də onunla. Qara pantı oraya görünür. Şalanın var, kimsəniz yoxdur. Özümüz idi öyle. Her şey əzəmət sat vardı. Onlar gəlsələr çox yüzdür. Onlar gəlsin. Şalan var. Sağ ol, sənin ad gündən mübarək qardaşım. Çox sağ ol. Az cümlə dəfə. Hadi çək. Birinci gün hər gələcəm. İnanırsan, oturaq Qabladan qalanlar. Götür. Ay yok, kasetim var ya. İndi onunla oynayacağım. Yok, keçən də Oy, düz toqquzdur ha. Emin Quliyev qollardan birinin əvəzini çıxır. bu gol paylaşılacaq. Bu qol. Day sən də paylaşaq. Emin yaz bölündə də 17 xətt 1. Ama sen bir şeyden söylüyorsun, bu gün golü var. Onu Ha, bir tane pas edeceğim ona. bax da. İliyat var. Onun da adı göndər, bunun da adı göndər. İkisi də bir komandadır. Emin topu meydanda saxlayır. Oy. Zərbə mi daxil olsaydı qapıya qol olmasa da çox təhlükəli ola bilərdi. Şamxal geriyə Mirxanla oynayır. Mirxan ötürmə edə bilər Mirxan. Şamxal ötürməsi isə dəqiq olmadı. Top meydanı dərk etdi. Ben de oynuyordum. Niye öyle? Bu şeye gelmiyor. Ben ikinci heveskarda oynamıyorum. Elmir'in zərbəsi o da dəqiq olmur. Axırıncı Qusanla oynadı. Ondan sonra Gələn gəliblər. Bayram. yok Qusan. Ben praktika yaptım. Sen de yatmasın. Bölgədə şeydə görməzdi şimdi. Onlar bir maratonda oynuyordum. Bayrama istiqamətlənmiş ötürmə də dəqiq olmadı. Ondan sonra bak. Günün son oyunu xatırladıram. Aydın FK komandası Baku Juniorsa qarşılaşacaq. Bu maçın posteri, afişası, Pointsiga Instagram səhifəmizdə mövcuddur. Əlamətdar hadisələrdən biri isə oyunun Aydın komandasının 2 üzvünün hətta rəqib komandanın heyətində də əlamətdar hadisə var. İlyasın da ad günü məhz bu günə təsadüf edir. Orada bir daha krasovka var, değiştiren şey var. Burada boğazlıdır. Oradan da çok kardeşim. Yox, deyim, ayaqla Gülmalıyev Bəxtiyarın yerinə meydana daxil olur. Zərbə indirdi. Azərin zərbəsi dəqiq olmadı.
Ötürmə, Bayram! Ay 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 ay, qapıya düşə bilmədi. Azər zərbə endirməyə şans tapır, zərbə endirə bilər. Ötürmə Bayram istiqamətdə, Bayram ikinci həmlədə topu qəbul etdi. Bayram artıq yavaş-yavaş prime Bayram dövrünə geri dönürük. Praktika qazandıqca Bayram yenidən köhnə Bayram olmağa başlayır. Bayramın zərbəsi dəqiq olmadı İsmixan. Əks hücum. İsmixanın ötürməsi Mirxan istiqamətlə Mirxan. Mirxan ötürməsi dəqiq olmadı. Bayram yenidən müdaxilə etdi. İlk hissənin sonuna isə 4 dəqiqə qalıb. Eminin ötürməsi ilə topu elə Eminə toxundu. İsmixan topu qəbul edə bilmədi. Vasif. Topu ola bilirlər. İsmixan. Oy oy oy. Fəxri. Sən getdin? Getmək lazım idi. Bayram! Bəstə boy olmasına baxmayaraq topa müdaxilə edir başla. Elmi topu uzaqlaşdırır. Çox təhlükəli zərbə idi Elviz istiqamətdə, amma Elviz təcrübə sahibidir. Əlbəttə bu cür qollar ona qapısına daxil olmur. Komandası hal-hazırda xatırlatdığım kimi Mirxanın 2 qolu ilə hesabda 2-1 hesabı ilə irəlidə də hal-hazırda. Emin Quliyev əks hücum Azərlə də oynaya bilər. Emin! Elmi daha dəqiq oynadı. Öz komandasının yeganə qolunun müəllifidir. Bəli, bəli, bəli. Açıq ayaqla müdaxilə etdi. Açar götürdüm. Forma yoxdur əslində, öyle ki. Yox. Bəli, sayım devam edir. Ülgü Şamxal topu qəbul edir. Emin daha dəqiq oynadı. Geriyə qapısı da Elvizlə oynayır. Elviz topu uzaqlaşdırmağa çalışdı. Zərbə indirildi. Bustuz komandasının oyunçu tərəfindən, amma yox. Qeyri-dəqiq oynayır iki komandanın üzvləri. Ötən tur Nuskuz komandası ilə Aslan komandası qarşılaşırdı. Həmin oyun ikinci hissənin sonlarında qırılma nöqtəsi yaşandı. Elə Aslan komandası 5-1 hesab ilə məğlub oldu. Amma oyuna diktə edən tərəfdə İran Aslan komandası. Bunu nədən söylədim? Səbəb isə Nuskuz komandasının intensiv hücumları və sonradan komandanın fiziki durumunun biraz aşağı olması. Komanda sonlara doğru biraz Ruslar demişkən inisiativanı əldən verir. Yavaş-yavaş Əyyub komandanın oynamasına icazə verir. Bu komanda bu belə desə mənfi üstünlük Azərbaycan komandasının üstünlüyü ola bilər. Hiçbir şey yoxdur. Ötürmə Şamxal az qalmışdı ki stop olan yerdə qapıya yol tapa bilsin. Bayram İsmixanı keçməyə çalışdı. Olmadı. Fəxri Gülmalıyev. Fəxri oyundu. Gedişatda seyv etdi Nuskuz komandasının əlcək sahibi Ülvü. Özü də zədələndi deyəsən. İlk hissənin sonuna 1 dəqiqə qalır.
üçündə. Var. Şamxal da gəlir. Şamxal da gəlir. Bəli, ilk hissə 2-1 hesabı ilə Muskul komandası yerinə bitir. İkinci hissədə görüşənədək bizdən ayrılmayın. So, biraz sakit. Bəli, ikinci hissə baş tutdu. Hal-hazırda Azərbaycan komandası 1-2 hesabı ilə geridədir. Bundesliga 2-ci divizyon 4-cü sezon 7-ci turun 3-cü maçında, açılış maçında xatırladıram. Eray Aslan komandası 3-2 hesabı ilə, 2-3 hesabı ilə Topçular komandasına məğlub oldu. Turnirin ikinci oyununda Bibebet komandası 4-1 hesabı ilə Mübarizələr komandasını derbidə məğlub etməyi bacardı. Və hal-hazırda Muskuls komandası Azərbaycanla maçda hal-hazırda 2-1 hesabı ilə irəlidədir. İsmixan ötürməsi geriyə. Ülvü ötürməsi sağ cinaha. Bəxtiyar topa müdaxilə edir. Mirxan topu qəbul etdi, ötürməsi etməyə çalışdı. Emin Quliyev komandası adına yeganə qolun müəllifi hal-hazırda məhz Emin Quliyevdir. Bəxtiyar Emin Quliyevlə oynayır. Emin Fərid Nehmətov isə hələ də meydana daxil olmur. Komandanın ən sərras üzvü məhz Fərid Nehmətovdur. Bu arada Mirxan zərbəsi Elvid ikinci. Zərbə İsmixandan çox güclü zərbə indirdi. Qapı istiqamətlə, amma top qapıya daxil olmur. İkinci mərtəbədə qapını açırsan, dəmir qapı. Dəmir qapı. Buradan dəmir qapı. Getdim hədiyəmə. Emin Quliyev. Emin Bəxtiyarla oynaya bilər, elə də etdi. Sağ cinahla oynadı. Vasif. Ötürməsi səhv idi Vasifdən. Mirxan özü irəli sol cinahla oynadı. Qapıya düşə bilmədi Muskul komandasının üzvü. Elə bir ki, həmin modelinin şey... Bayram Allahverdiyev. Adidas var, belə hepsiz. Ondan biri var məndə? FSO. Ondan deyil, ona oxşuyur. Elə oydu. Qırmızıdır, üstündə güllər var. Ağ rəngdədir, üstündə güllər var. Ondan almışım, onun Şeytasında var idi. Şeytasını razımə edir, prosta istəmədi. Nike. Ağa. Eyni adam bir dənə də Şeytas. Ağa. Biraz sakin. Elmir. Mərkəzi topu qəbul edir Muskul komandasının üzvü. Ötürməsi Mirxan istiqamətlə. Mirxan taban ötürməsi keçir. Zərbə endirə bilər. Zərbəsi dəqiq olmadı. Bayram. Geriyə oynamaq məcburiyyətində də elə də etdi. Emin Quliyev sol cinahla oynadı. Vasif. Bugün həddindən artıq çox səhvlərlə yadda qalıb komandanın 10 ballı oyuncusu Vasif. Bu arada Bayram İsmixan sürətdə qabaqlayır Bayram Allahverdiyevi. Yox. Siz adasınız. Bu arada Mirxanın zərbəsi 2 qolla bugün yadda qalıb. Yox, şeylər. Sanqasaç. Bundan qabaqçı o birisi. Söhbət də düşdü. Səsi hesabına topu ələ keçirdi, amma ötürməsi səhv istiqaməti alındı.
Gəl ötürməsi Azər istiqamətinə alınmadı. Azər meydanı tərk edir, Gülmalıyev meydana daxil olmaq biraz əsəbləşdi. Meydana daxil olmaq istəmir. Meydana çıxmaq istəmir daha doğrusu. Elmir ötürməsi sol cinaha. İsmixanla oynayır İsmixan. Uzun ötürmə, baş tutmadı Elviz. Böyle xatırladıram, hal-hazırda Polisika 2-ci divizyon 4-cü sezon 7-ci turun 3-cü maçıdır. Günün açılış maçında İray Aslan komandası 3-2 hesabı ilə 2-3 hesabı ilə daha doğrusu Topçular komandasına məğlub oldu. Bu arada zərbə Bəxtiyardan. Ülvi isə komandanın əlcək sahibi tələsmir. Günün ikinci maçında derbi. Mübarizələr komandası bir heybətlə maçda 1-4 hesabı ilə məğlub oldu B konferansının liderinə. Oy Bayram, çox gözəl sürüşmə fənini işlətdi. Mirxan öz irəliyir. Mirxan! Zərbəsi dəqiq olmadı. 2 qolla bugün yadda qalıb Mirxan. Hümbətov. Birbaşa zərbət Gülmalıyevdən qapı istiqamətinə toxunuş var idimi? Yox. İkinci hissənin sonuna 20 dəqiqə qalır. Və artıq yavaş-yavaş. Bir. Al. Uzun ötürmə. Nehmetov artıq meydana daxil olub Fərid. Sona kimi mübarizə apardı. Vasifin ötürməsi isə dəqiq olmadı. İsmixan topu ələ keçir. Komandanın ən yaxşılarına da hal-hazırda. Mirxan ötürməsi sağ cinaha. İsmixan zərbə endirdi, amma dəqiq olmadı zərbəsi. Bazar ertəsi isə Polisika Elit Divizyon 29 sezon 7-ci turun 4 möhtəşəm maçını izləyəcək. Açılış maçı Turan və Kərki arasında başlayacaq. Turan komandası xatırladıram, hal-hazırda 9 xalla turnu cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Kərki komandası şəriksiz liderdir. Saat 20:00-da SS Production və Sparta Baku derbisi başlayacaq. SS Production turnirin ikincisi Sparta Baku komandası. Nəyə gülürsünüz? Bəli, burada gülən adamlar var. Hal-hazırda Emin Şəbiyev də mənimlə birlikdədir. Yavaş-yavaş transferi hazırlaşır. 30-cu sezonda öz doğma komandasına geri dönmək niyyətindədir. Amma əlbəttə komandanın oyuncuların da razılığı olmalıdır. Məncə bir narahatçılığa bir səbəb yox. Bu arada sağ cinahla irəliyib Fərid Nehmetov da qəbul etməyə çalışır. Ötürmə dəqiq olmadı. İsmixan hələ ki hər yerdədir. Universal oyuncudur İsmixan. Həm hücumda, həm müdafiədə effektiv oyuncudur. Saat 21:00-da Gold Army komandası turnirin 28-ci sezon çempionu Cənub komandası ilə qarşılaşacaq. Oyunun əlamətlər məqamı isə ondan ibarətdir ki, hər iki komanda qırmızı zonada qərarlaşıb 7-ci, 8-ci yerləri bölüşür komandalar. Zərbə qayda ayağa, bəli. Günün son maçı isə Taverna komandası və Savayla başlayacaq. Bu oyundan əlamətlər hadisələrindən biri oldu ki, 25-ci sezonun ən yaxşı oyuncusu Daşqın Mahmudov öz komandasına qarşı meydana daxil olacaq. Bütün oyunların posteri, afişası əlbəttə Instagram səhifəmizdə mövcuddur. Abunə olmağınız, like və bildiriş butonunu, hətta şərh butonunu aktiv etməyiniz məcburidir. Sarı kartla cəzanı 50 toxunuşa görə əlbəttə Şampan Dovxanov oyunun qaydalarına əməl etməlidir. Futboldur bu. Gülmalıyev sol cinahla Fərid Nehmetov. Fərid Nehmetov qapı istiqamətlə açar ötürməsi. Dəqiq olmadı Ülvi. Birbaşa ötürmə Mirxan. Mirxan bir əmrdə keçə bilir. Vasif sağ cinahla oynadı. Muskulus həmləsi. Zərbə olmadı bu dəfə də. İkinci həmlə bu dəfə isə Vasif daha dəqiq oynadı. Əks hücum dəfə Azərbaycan komandasının iştirakı ilə baş tutur. Yox, əl deyil bu. Əlbəttə top.
Mirxan zərbə endirə bilər. Ötürmə. Ya Allah verdi. Çox gözəl ötürmə Bayramdan Bəxtiyar. Quareş masağı Trivela ötürmə etdi Bayram, Allah verdi amma Bəxtiyar bu şansdan səmərəli istifadə edə bilmədi. Ötürmə ekranlara yansıdı bilmirəm amma Bayram yavaş-yavaş prime dövrünə geri dönür. Sizə yaraşmır, sizə gəl daşla çəkəsən videoyu. Oy 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 oy! Şamxal Doxanov hesabı 3-1 etdi. Çox kuryoz qolla həyatda qaldı. Şamxal. Hələ bu qoldan da narazıdırlar, niyə bilmirəm. Yox, Yoxdur bu gün. bu gün Aha, zədəli komandanın yeganə hal-hazırda əcə sahibi Ülfü zədələndi və meydanı Balık yoktu nece? İlandan ben kesin. Eyvallah. Yok, yoksa götürmüyor. Bu nədir? Burada Gülmalıyev zərbə edir qapıya. Sabahsa fərqi azalda bilərdi amma mümkün olmadı. Ben seçeceğim de. Sakin. Nereye göre? O. Sizi bura kim buraxdı? Quliyev. Emin Quliyev hələ sözü ikinci komandasında ikinci qolla imza atır. Emin Quliyev. Ana, ne oldu? Kaynadı kahve. İçeride değil bu. Arkası geldi. Türban hep. Ben hiç tutmadım. İki saatte Aşağı bardak elə bilmirəm. atsan. Elə bax, elə bir doğma bibisi. Benim gel atsan, yol çıxarsan. Gel. Yox, hayır. Xalqlardan telaş. Oy. Zərbə endirmişdi Gülmalıyev Fəxri. Bu Əhməddən Ceyran bilirlər telaş yox. Ne bak? Bırak sadece. Şöyle geç gidelim. Bəkdən danışdı, sonra kakos satan deyir, sən barda deyirsən. Sağ ol. İtabanın bari kalsın. Ay. Oy, çox gözəl ötürmə Mirxandan, qeyri-adi. İsmixan Mirxan! Hümbətov və İsmixan dueli, daha doğrusu duosu alındı. Hesab 4-2.
Sladışda. Heç. Evin neydi? Bəxtiyar. Zərbə qap istiqamətinə. Bu dəfə dəqiq olmadı. Şükür topu qəbul edə bilmədi. Fəxri Nehmətov. Fərdin şəxsi leydə alınmadı. Bu dəfə Elmir cəhd etməyə çalışır. Top Emin Quliyevdə qalıb komandasının 2 qolunun müəllifi məhz Emin Quliyevdə. Sol cinahla elədi. Ötürməsi keçmədi. Mirxanı görməliydi Sərxan bu topda. Sərxan dedim. Zərbəsi Ülfü daha dəqiq oynadı. Zədəli ola qapıdadır. Şükür. Götürməsi mərkəz istiqamətdə topu qəbul edə bilməsə də komanda yoldaşı Mirxan kompensasiya edə bilir. Mirxan özü irəliləyir. Yenidən Şükür. Cərimə qeydə alındı, bəli, düppədüz. İsmixan Eminə qarşı mübarizə aparır, İsmixan. Zərbəsi Emin tərəfindən zərərsizləşdirilir. Emini təkbətəklərdə keçmək və ona qalib gəlmək biraz müşkül məsələdir. Çox sürətli müdafiəçisidir. Ampul olaraq da müdafiəçidir. 7 dəqiqə. Azər topa çatır. Ötürmə etməyə çalışdı, amma top o da uzun ötürmə. Və Elmir bu xaotik vəziyyətdə komandasını qoldan xilas edir. Zərbə Ülfüdən gözəl seyv. Fərdin zərbəsini zərərsizləşdirir. Geriyə ötürmə Emin. 3-cü qolunu vura biləcəkmi komandası adına? Emin! Yox, bu dəfə olmadı. Divar patlaşması ötürmələri alınır. Bəxtiyar təcrübə sahibidir. Sinəsi ilə topu qəbul edir. Azər ötürməsi Fərid istiqamətindən. Fərid geriyə də oynaya bilər. Emin Quliyev. Elvizlə qapısı ilə oynadı. Emin Quliyev, Fərid özü irələməyə çalışır, amma çalışır. İş gücü isə, iş prinsipi isə Fərid Nehmətovda çox güclüdür. Hətta elit divizyonda da qeydə alınıb Spartak komandasının üzvüdür. Fərid. Sizin komandada. Hiç almamışdı, özü yoxdur. O qədər inanır özünə. Deyəcəm mərkəzi ki, yoxdur. Bəsdir də. Bəxtiyar topun arxasında. Bəxtiyar cəlmə zərbəsi! Baka 1. Əlbəttə təcrübə sahibidir. Başbatan qəsəbəsində Fəxri. Bir də Emin yazdı.
Nə fəxr ala Bəxtiyar. Bəxri zamindədir bə. Hesab artıq bir top fərqinə enir. Ora 19 da yazdı Bəxtiyarın böyrünə. Bu arada Mirxan zərbəsiz zərərsizləşdirilir düz tərəfindən. Ötürmə. Sif, olmadı. Aha. Sarı yoxsa qırmızı? Fərid Mehmetov. Vallahi bir var. Çox düzgün qərar verdi. Bəxtiyar. Mehmetov. Fərid Mehmetov özür əlli. Fərid zərbə endirə bilər. Ötürmə etdi. Bəxtiyar. Zərbəsi isə dəqiq olmadı. Elmir son anda. Topu müdaxilə edir. Fərid Mehmetov. Bəxtiyarla oynayır. Bəxtiyar. Üçüncü qolun müəllifidir Bəxtiyar. Yenidən 2-dən zərbə qazanır Azerion komandası. Aydın yoxluğunda komanda vitse kapitan kimi məhz Bəxtiyara güvənir. Elmir topu uzaqlaşdırır. Amma Mirxan topu müdaxilə edir. Azər də meydandadır. Ötürmə dedi Mirxan. Mirxan zərbə endirə bilər. Zərbəsi Vasif sonraki mübarizə. Hardan çıxdı? Cərimə zərbəsini isə bir dəfə Mirxan yerinə yetirəcək. Pokerə imza atacaqmı? Bugün 3 qolla yadda qalıb. 3-cü qolu isə xüsusi vurğulamaq lazımdır Mirxan Hümbətovun. Sol axaydı. Zərbəsi Elviz yerindədir. Mirxanı yenidən zərbə, yenidən Vasif. 3 buzaq yaranıb bu 5 dəqiqə ərzində. Bu arada Fərid topu qəbul edir. Son anda Muskulus komandasının üzvü mane oldu ona. Bəxtiyar ötürmə. Keçmədi. İkinci həmlə Bəxtiyardan. Yox, heç bir şey yox idi. Rakib əks hücum. Elmir özü irəliyir. Elmirin zərbəsi Elviz yenidən. Onun zərbəsi isə bu dəqiq olmadı. Kim? Hansı? Yan. Tanışım görmüyor. Emin sen Emin! Şükürün zərbəsi yerindən Elviz. Söz nəsil mənasında əlindən gələni edir. Həqiqətən Elviz qəşəng. Sona kimin mübarizə aparır Fərid özü də irəliyib. Fərid ötürmədə etdi və bəli penal düz qeydə aldı. Penal. Bak başa sakin var yoxdur. Qaqa var yoxdur. Var yoxdur brat, var yoxdur. 7-ci tur oynayırsan, ne var yoxdur burada. Bizə nə deyirlər? Yox. Orada var yox burada. Keçən çempionat. Çəkilişə görə. Bura icazə vermir də. Penaldı qaqa, penaldı. Ama bu uşaq var ha. Adam Bəli. Yeni meydançaya ekstradisiya olduqdan sonra, köç etdikdən sonra əlbəttə VAR sistemi yenidən işə yarayacaq. Amma hal-hazırda Bəxtiyar topun arxasında
7 metrlik cərimə zərbəsini, penal zərbəsini məhz o yerinə yetirəcək. Ülviyə qarşı zərbə və hesab bərabərləşir. Sağ ol Bəxtiyar. Yaz da bunu, niyə? Yox, birbaşa ayağı indirmişdi zərbəni. O gördü, 11 idi. Bunun qarşılayan kimdir? Fərid toparı keçirə bilmədi Mirxan. Mirxan zərbəsi dəqiq olmadı bugün. 3 qol yatırdı və son dəqiqədə buraxılmış qolla bir xal qazanır hər iki komanda. Hər iki komanda möhtəşəm gözəl oyuna görə təşəkkürlər. Günün sonuncu orada görüşənədək.